Sıx iş qrafiki, gündəlik qayğılar və artan xərclər fonunda istirahət artıq bir çoxları üçün zərurətdən çox planlaşdırılması çətin olan bir seçimə çevrilib. Kimi ildə bir dəfə qısa fasilə ilə kifayətlənir, kimi isə ümumiyyətlə istirahətə vaxt və büdcə ayıra bilmir. Psixoloq İlahə Aslanovanın fikrincə gündə 15-30 dəqiqə, həftədə isə bir günü istirahətə ayırmaq lazımdır. İstirahət və dincəlmək anlayışları isə bir qədər fərqlidir. İstirahət beynin və bədənin təhlükəsizlik hissinə qayıtması deməkdir. Dincəlmə isə mübarizə və qaç rejimindən çıxmaq deməkdir. Bədənin dincəlməsi üçün yüngül bir yürüyüş, rahat bir yuxu və isti bir duş almaq kifayət etdiyi halda beynin dincəlməsi üçün isə səssizlik, səssiz bir mühit, sakit bir musiqi və həzz alaraq oxuya biləcəyi bir kitab olduğu halda, emosional istirahətdə isə sevdiyi insanların ətrafında olmaq. Boş zamanlarda teatra getmək istəyənlər üçün biletlər uşaqlar üçün bir nəfərə 3-15 manat, böyüklər üçün isə 8-25 manat aralığındadır. Bundan başqa kinoya getmək 5-30 manat arası, konsertlərə qatılmaq 8-300 manat, əyləncə mərkəzlərində isə bir attraksiyondan istifadə etmək üçün 10 manata qədər büdcə lazımdır. Beləliklə, istirahət hər kəs üçün fərqli məna daşısa da, vaxt və büdcə planlaması vacibdir. Mütəxəssislər bildirir ki, istirahət həm fiziki, həm də psixoloji sağlamlıq üçün zəruridir. Firuzə Məlikzadə, Ramil İbrahimov, Xəbər Ertəsi.